Mən Cahangirov Afər Nadiroğlu, Masallı rayon Ərkivan qəsəbə sakini, eyni zamanda Masallı şəhəri 20 yanvar küçəsində yerləşən Cənub Mall Ticarət Mərkəzinin icraçı direktoruyam. Mənim müraciətim Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və aidiyyəti qurumlaradır. Son dövrlər mənim Cənab Prezidentə və sosial şəbəkələr üzərindən xalqımıza müraciətlərim Masallı rayon İcra Hakimiyyəti başçısı və onun ətrafında olan bəzi insanlar tərəfindən, məmurlar tərəfindən xoş qarşılanmır. Buna da səbəb Araz Əhmədovun sürücüsü Zamin Kazımovun səlahiyyətlərini aşaraq rayonda qanunsuzluqlara şərait yaratması, işbazlarla əlbir olub Masalda gedən quruculuğun qarşısını alması, sahibkarlara süni maneələr yaratması, dövlət büdcəsindən ayrılan pulların lazım istiqamətə xərclənməməsinə səbəb olması haqqında dəfələrlə mən aidiyyəti qurumlara və sosial şəbəkədən xalqımıza bildirmişəm. Son günlər mənim istifadəmdə olan və əlimdə hər bir sənədi olan 1,5 hektar torpaq ərazini Zamin Kazımov bəzi işbazlarla əlbir olaraq mənim əlimdən almaq istəyir. Məqsəd də ki, məlumdur. Mən olan təkliflər, hansı təkliflərdir siz də gözəl bilirsiniz. O təklifləri rədd elədiyimə görə, onların dırnaqarası halallığın almadığıma görə mənə süni maneələr yaradırlar. İyul ayının 6-sında heç bir əsas olmadan Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun şəxsən rəhbərliyi ilə bizim əraziyə, sənədli torpaq sahəmizə bizdən heç bir sənəd tələb edilmədən, heç bir xəbərdarlıq edilmədən 3 daş hündürlüyünə öz ərazimizdə apardığımız xırda təmir tikinti işlərinə qanunsuz olaraq müdaxilə olunmuş. Prezidentimizin 534 nömrəli fərmanın heçə saymış, üstümüzə baskı edilmiş və ərazimizə dövlət qeydiyyat nömrə nişanı olmayan texnika ilə dağıdılması bu heç bir qanuna sığmaz. Buradan üzümü tuturam Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədova. Siz əgər Cənab Prezidentimizin etimadını doğrultsanız, səlahiyyətləriniz çərçivəsində olan işlərə qanuni riayət etsəniz, qanunsuz obyektin sahibinin şikayəti əsasında mənim qanuni torpağımda apardığım təmizlik, abadlıq işlərinə müdaxilə etməzdiniz. Əgər hüquqları yaxşı bilirsinizsə, qanunları yaxşı bilirsinizsə, dövlət başçımızın göstərişlərinə əməl edirsinizsə, niyə siz Masalda bugüne qədər gedən qanunsuz tikililərin qarşısını almırsınız? Hansı qanunsuz tikililəri siz yaxşı bilirsiniz? Çünki onlar Zamin Kazımovun rəhbərliyi altında aparılan qanunsuz tikililərdir. Sənədləri saxtalaşdırılmış, kötü sənədi, arxiv sənədi olmayan əraziləri özlərinə məxsus şəkildə sənədləşdirib digər şəxslərə satmalarının qarşısını alardınız. Heç bir əsas olmadan rayon İcra Hakimiyyətinin başçısı gəlib sahibkarın ərazisinə qanunsuz
söküntü iş aparırsa, bu rayonda heç bir qanundan danışmaq olmaz. Son günlər həmin adı çəkilən əraziyə, mənim qanuni sənədim olan əraziyə bir qrup şəxs texnika ilə gəlib ərazini dağıtmağa başladı. Mən etirazımı bildirdim. Onlardan sənəd tələb elədim. Özlərin təqdim eləmələrini tələb elədim. Onlar biz sizə sənəd təqdim edə bilmərik, etməməliyik də. Siz kimsiniz deyə bizə Göster, sənədi göster də qardaşım. Sənə göstərmirəm. Yox, sən necə göstərmirsən? Mənim ərazimdir, sən gəlirsən burada deyirsən ki, mən belə istəyirəm, qoçuyam. Mən belə istəyirəm. Deyəm özünü təqdim et. kobud cavab verdilər. Bunun da aramızda olan yüngül mübahisə, mən haqqımı müdafiə elədim, onlar mənim haqqımı taftaladılar. Bunun üzərindən həmin əraziyə qanunsuz gələn, özlərini təqdim etməyən şəxslər tərəfindən mənim həbs olunmağım üçün cəhdlər olundu. Şükür olsun Allaha ki, Masallı rayonunda, rayon icra aparatından başqa bütün qurumlar qanunla işləyir, qanuna riayət edir, haqqına haqqa vermir. Bunun sayəsində də mənim həbs olmamın qarşısı alındı. Buradan səslənirəm yenə də Araz Əhmədova. Xahiş edirəm, sürücünüz olan Masalının bütün idarəçiliyini ona tapşırdığınız Zamin Kazımovun qanunsuz əməllərinin qarşısını alasınız. Siz Zamin Kazımova şərait yaratdıqca insanları rəhbərliyə qarşı inamsızlığa gətirib çıxardırsınız. Masallı rayonunda heç bir sahibkar inkişafdan, tikintidən, iş yerlərinin açılmasından, quruculuqdan danışa bilmir. Çıxış yolunu ancaq görürlər ki, kimlərinsə vasitəsilə, siz gözəl bilirsiniz kimləri deyirəm, kimlərinsə vasitəsilə Zamin Kazımovun dırnaqarası xeyir duasını alıb işə başlamalıdırlar. Bu hansı qanuna, haqq ədalətə sığar? Mənim qanuni obyektimin tikintisinə süni maneələr yaratdınız. Qanuni torpağında abadlıq işlərinin aparılmasına süni maneələr yaradırırsınız. Çox gözəl. Gəlin başlayaq. 2022-ci ildən sizin Masallıya qədəm qoyduğunuz gündən 2 dənə obyekti sökmə ilə əzələ nümayiş etdirdiyinizdən sonra Masalda hansı söküntü işi aparılıb? Hansı qanuni tikinti aparılıb? Heç birində qanuni tikinti yoxdur. Siz qanunsuz obyektin sifarişi ilə mənim obyektimi sökürsünüzsə, birinci o qanunsuz obyektin müraciətini ortaya çıxardın. İkinci o qanunsuz obyektin sənədlərini ortaya çıxardın. Siz gələndən sonra Masalda dayanacaq problemi baş alıb gedir. Boş əraziləri Zamin Kazımovun rəhbərliyi ilə obyektlərə, ticarət mərkəzlərinə satılması nəticəsində Masallı rayon kənd təsərrüfatı məhsulları ilə məşğul olan insanların istehsal etdikləri məhsulları satmağa ərazi, yer yoxdur. Məcburiyyətdən gəlib magistral yolun üstündə məhsullarını satırlar. Bu da insanların gediş-gəlişinə maneçilik törədir. Bəs hardadır haqq, ədalət? Hacı Araz Əhmədov, sizdən xahiş edirəm. Dövlət başçımızın İlham Əliyev cənablarının etimadının doğrundasınız. İnsanlar arasında ayrı seçkili salmayasınız. Sahibkarlara şərait yaradasınız ki, Masallı rayonunda quruculuq, inkişaf davam etsin, iş yerləri açılsın, sahibkarlıq inkişaf eləsin. Zamin Kazımovun da hərəkətlərinə həddi sədd qoyasınız. Masallı rayonun Heydər Əliyev mərkəzi, parkı bütöv özəlləşdirib qardaşının idarəçiliyinə verib. Xahiş edirəm bu haqda bir tədbir görəsiniz. Məni həbs etdirmək, məni tutturmaq belə də asan deyil siz üçün. Çünki mən heç vaxt qanunu tapdalamamışam. Həmişə qanunu ali saymışam. Cənab Prezidentimizin çağırışına qoşulmuş bir insanam, sahibkaram, ictimai fəalam. Siz mənə qarşı attığınız hər addımda öz nüfuzunuzu aşağı salırsınız.
Rayon İcra Hakimiyyətinin başçısının sahibkara dəstək vermək əvəzinə sahibkara hədə-qorxu gəlməsi, onu həbslə hədələməsi, onun üzərinə digər vətəndaşları, şəxsləri öyrədərək salması sizə baş ucalığı gətirməz. Cənab Araz Əhmədov, xahiş edirəm, ətrafınızda olan dövlət məmuru adı altında xalqa zülm tutan əməkdaşlarınız haqqında tədbir görəsiniz.